Salam, hər vaxtınız xeyir. İzahımız Azərbaycan iqlim tipləri mövzusundadır. İlk öncə onu deyək ki, Respublikamızın ərazisi iki iqlim qurşağında yerləşir. Bunlar subtropik və mülayim iqlim qurşaqlarıdır. Respublikamızın əsas hissəsi, ərazisinin əsas hissəsi belə deyək, subtropik, qismən isə mülayim iqlim qurşağındadır. Bunları yadda saxlamaq vacibdir. Böyük Qafqazın şimal-şərqi hissəsi mülayim, digər ərazilərimiz isə belə deyək, subtropik iqlim qurşağında yerləşir. Bu iki iqlim qurşağı daxilində ümumilikdə 9 tip ayrılır, iqlim tipi ayrılır və bu iqlim tipləri 4 qrupda birləşir. Bu 4 qrup birinci yarımsəhra quru çöl iqlimi, ikincisi mülayim isti iqlim, üçüncüsü soyuq iqlim, dördüncüsü isə dağ tundra iqlimidir. Yarımsəhra quru çöl iqliminin 2, mülayim isti iqlimin 3, soyuq iqlimin 3 tipi ayrılır. Dağ tundra iqlimi isə heç bir yarım tipə bölünmür. Başlayaq Azərbaycan ərazisinin böyük bir hissəsini əhatə edən yarımsəhra və quru çöl iqlim tipindən. Yarımsəhra quru çöl iqlimi haqqında belə deyək, ümumi məlumat onu deyə bilərəm ki, Respublikamızın tən yarısının ərazisinin 50%-ni tutur. Yayıldığı ərazidə Xəzər dənizinin sahilindən buradan 600-800 metr məsafəyə qədər, hündürlüklərə qədər olan əraziləri əhatə edir. Yarımsəhra və quru çöl iqlim tipi və iki yarım tipə bölünür. İki əsas yarım tipi vardır. Burada belə deyək, qış ayının, yəni qış ayının soyuq və yaxud mülayim keçməsi əsas söhbətin mövzusudur. Yəni ümumiyyətlə yarımsəhra quru çöldə belə deyək, yarımsəhra quru çöldə əsas söhbət ondan gedir ki, bunun yarım tiplərə bölünməsində birinci hissədə belə deyək, qışın soyuq, ikincidə isə qışın mülayim keçməsi əsas mövzunun əsas hissəsidir. Yəni iki tipi varsa, burada ya qış soyuq keçəcək, ya da qış mülayim keçəcək. Deməli, yarımsəhra quru çöl iqliminin bu iki tipinin Respublikamızda hansı ərazilərdə yayılmasını göstərək. Deməli, Respublikamızda yarımsəhra quru çöl iqliminin qışı mülayim keçən yarımsəhra tipi daha çox ərazini əhatə edir. Gördüyümüz kimi bir rəqəmi ilə göstərilmiş ərazilər, deməli bu rənglə göstərilmiş ərazilər aiddir yarımsəhra quru çölün qışı mülayim keçən yarımsəhra quru çöl tipinə. Samur Dəvəçi ovalığı gördüyümüz kimi Samur Dəvəçi bu ərazi, daha sonra Abşeron Qobustan ərazisi, Kür-Araz ovalığının böyük bir hissəsi, düzlərin çoxusu, belə deyək, burada Gəyən, İncə Hərəmi, Şirvan düzünün böyük bir hissəsi, burada Cənub-Şərqi Şirvan, həmçinin Mil, Muğan düzləri və həmçinin Gəncə-Qazax ərazisinin düzünün böyük bir hissəsi, Ceyrançöl ərazisi burada, Acnohurun cənub ətəyi, həmçinin Qarabağ düzünün Kür-Araza qovuşduğu ərazilər bütünlükdə aiddir qışı mülayim keçən yarımsəhra quru çöl iqliminə. Yay ayları çox isti keçir burada, qış isə mülayim keçir. Belə deyək, bu iqlim qurşağından deməli bu iqlim qurşağında belə deyək, havanın temperaturu 40 selsiyə qədər çatır yay aylarında. Quru subtropik, daha doğrusu pambıq kimi, üzüm kimi, meyvə kimi quru subtropik bitkilər yetişdirilir və yağıntıların miqdarı da 200-400 mm arasında dəyişir. Bu yarımsəhra quru çölün ikinci tipi isə qışı soyuq keçən yarımsəhra quru çöldür. Azərbaycanda əsasən Naxçıvanın belə deyək, arazboyu düzənlikləri üçün səciyyəvidir. 2 rəqəmi ilə göstərilən bu ərazi və bir də Talış dağlarında belə deyək, orta dağlıq əraziyə düşür. Orta dağlıq ərazi 2 rəqəmlə göstərilən bu ərazi. Deməli, burada yağıntıların miqdarı 300 mm-yə qədər olur və Orta Asiyanın subtropik kontinental tipi var. O tiplə müqayisə olunur bu iqlim tipi və kontinental iqlim tipi olduğuna görə Naxçıvan ərazisində belə deyək, rast gəlinir.
Keçək mülayim isti iqlim tipinə. Mülayim isti iqlim tipi respublikamızın yarımsahra quruçöldən sonra belə deyək, daha çox tutduğu əraziləri, yəni 50% o tutursa, 30% mülayim isti iqlim tutur. Yəni tən yarısı yarımsahra quruçölün isə mülayim isti iqlim isə 30% respublikamızda deməli 30% ərazini əhatə eləyir. Yadımızda saxlayaq. Deməli mülayim isti iqlimin isə yenə 3 tipi vardır. Mülayim isti iqlim ərazicə belə deyək, yarım səhradan sonra başlayır və 1000 metrə qədər olan əraziləri əhatə eləyir. 1000 metrə qədər olan ərazilər mülayim isti iqlimdədir. Deməli 3 tip ayrılır burada. Yarım səhra quruçöldə 2 tip, burada isə 3 tip. Deməli mülayim isti iqlim. Mülayim isti. Deməli 3 tip 1, 2 və 3. Burada hansı tiplərdir? Qışın quraq keçdiyi, yayın quraq keçdiyi və bir də il boyu yağıntılarının bərabər paylandığı mülayim isti iqlim. 3 dənə tipi var. Deməli qışın, yayın və deməli yağıntılarının bərabər paylandığı 3 iqlim tipi. Qışın quraq keçdiyi. Deməli biz burada ümumiyyətlə Azərbaycanın iqlim tiplərində qarışdıra bilərik. Çünki tiplər bir-birinə çox oxşayır. Bunları bir-birinə fərqləndirmək üçün biz bu cür formalarda öyrənə bilərik. Yəni burada qış və yayın quraqlığından söhbət gedir. Ya birinci tipdə qış quraq keçəcək, ikinci tipdə yay quraq keçəcək, üçüncü tipdə isə yağıntılar il boyu bərabər paylanacaq. Yağıntılar il boyu bərabər paylanacaq. Amma yarımsəhra quruçöldə isə qış ayları ya mülayim keçirdi, ya da sərt soyuq keçirdi. Sərt soyuq keçən Naxçıvanda idi. Mülayim keçən də ki, dediyimiz kimi bir rəqəmli göstərilən ərazilər deyil. İndi mülayim isti iqlimin birinci yayı quraq keçən. Yayı quraq keçənə baxaq. Respublikamızın ərazisində deməli burada 4 rəqəmi ilə göstərilən ərazilər mülayim isti iqlimin yayı quraq keçən tipinə aiddir. Əsasən belə deyək, Lənkəran ovalığı və Talış dağlarının böyük bir hissəsini əhatə eləyir bu iqlim qurşağı. Yəni cənub bölgəmiz əsasən bu iqlim qurşağı ilə tanınır. Yadda saxlayaq. Yayı quraq keçən. Adından da görünür. Yayı quraq keçirsə iqlimin, qış yağıntılı keçirir. Yağıntı müəyyən bir dövrdə düşməlidir. Bu mütləqdir. Əgər yay quraq keçirsə, yağıntı deməli qış aylarında düşəcək. Gördüyümüz kimi 4 rəqəmi ilə göstərilən ərazi və bir də bir-birinə uyğun olaraq adından da yadda saxlamaq üçün, asanlıqla yadda saxlamaq üçün deməli Böyük Qafqazın cənub-şərq və Kiçik Qafqazın cənub-şərq yamacında rast gəlinir. Deməli 3 yerdə rast gəlinir. Lənkəran ovalığı, Talış dağlarının böyük bir hissəsini görürük burada və Böyük Qafqazla Kiçik Qafqazın cənub-şərq yamacları. Deməli bu iqlim qurşağında digərlərindən fərqli olaraq dediyimiz kimi yağıntılar əsasən yaz və payız aylarına, yəni qış aylarına düşür. Lənkəranda isə payız fəslində düşür. İkinci tip burada yay qurağı etsə, indi qış quraqdır. Mülayim isti iqlimin qışı quraq keçəninə baxaq. Qışı quraq. Deməli burada yazmayaq, çünki burada iqlim qurşağımız düşür. Deməli qışı quraq keçən. Qış quraq. Qışı quraq keçən isə deməli 3 rəqəmi ilə göstərilir. 3 rəqəmi ilə göstərilən ərazilər harda görürüksə, mülayim isti iqlimin qışı quraq keçən mülayim isti iqlim tipinə aiddir. Gördüyümüz kimi Böyük Qafqazın cənub yamacında böyük bir hissə Qanı Xərikar çökəkliyi gördüyümüz kimi bu hissə. Həmçinin Böyük Qafqazın cənub-şərq qurtaracağının bu hissəsi və bir də Kiçik Qafqazda böyük bir hissəni belə deyək, bütün dağətəyi zonanı, orta dağlıq, qismən orta dağlıq zonanı əhatə eləyir. 3 rəqəmində göstərilmiş ərazilər. Deməli, bundan başqa bir də Acınohurun şimal hissəsini də əhatə edir. Çünki Acınohurun cənubu qışı mülayim keçən yarımsəhraya düşürsə, şimal hissəsi qismən düşür. Deməli, qışı quraq keçən mülayim isti iqlimə, qışın quraq keçməsi.
Deməli, burada vəziyyət necədir? Yağıntılar əsasən belə deyək, yazın axırı, bir də payızın əvvəllərində düşür. Əsasən yay aylarına yaxın bir vaxtda düşür. Çünki qış quraqdırsa, yağıntılar yay aylarına təsadüf eləyir və burada bir məlumat ola testlərdə düşə bilər ki, hansı iqlim tipində yağıntılar əsasən vegetasiya dövründə düşür, yəni inkişaf dövründə düşür. Bu məhz qışın quraq keçdiyi mülayim isti iqlim tipidir. Üçüncü tipi isə dediyimiz kimi yağıntıların mülayim isti iqlimin üçüncü tipi yağıntılarının bərabər paylandığı mülayim isti iqlimdir. Yağıntıların bərabər paylandığı. Yağıntı bərabər. Deməli, burada isə 5 rəqəmi ilə göstərilən hansı əraziləri görürüksə bura aiddir. Deməli, Talış dağlarının orta dağlıq meşələri var, gördüyümüz bu ərazi. Sanki bu yağıntılar bərabər paylananı hər iki tərəfdən əhatə eləyib, yayı quraq keçən mülayim isti iqlim 4 rəqəmi. Daha sonra Böyük Qafqazda şimal-şərq yamacı görürük. Yarım səhradan sonra dağlığa doğru getdikcə ikinci qarşımıza çıxan iqlim tipi budur. Və bir də yarım səhradan başlayıb getdikdə üçüncü iqlim tipi Böyük Qafqazın cənub yamacında 5 rəqəmi ilə dar zolaq formasında böyük bir ərazini əhatə eləyir. Yağıntılar il boyu bərabər keçir. Deməli, il boyu yağıntılar eyni düşür demək olar. Amma ki, ümumiyyətlə yay ayları quraq keçir. Yay ayları belə quraq keçir. Bu iqlim tipi rütubətli subtropik iqlim adlanır və sitrus meyvəçiliyinin, həmçinin çay kimi, meyvə-tərəvəz kimi bir sıra bitkiçiliyin inkişafında əsas iqlim tipi, belə deyək, əlverişli iqlim tipi hesab edilir. Mülayim isti iqlimlə bitirdik. Daha sonra keçək üçüncü iqlimimiz olan soyuq iqlimə. Soyuq iqlim Respublikamızda 1000 metrdən, yəni mülayim isti iqlimin qurtardığı yerdən başlayaraq 2700 metrə qədər olan yerləri əhatə edirdi. Deməli, mülayim isti iqlim əhatə eləyirdi, deməli, 1000 metrə qədər olan yerləri, yəni yarım səhra qurtardı, başlayır 1000 metrə qədər. Bu isə 1000 metrdən başlayır 2700-ə qədər olan əraziləri əhatə eləyirdi. Deməli, soyuq iqlimin 3 tipi var. Yenə 3 tipi var. Soyuq iqlim yazaq yuxarıda. Soyuq iqlimin deməli 3 tipi var. Bunlar hansılardır? 1, 2, 3. Birinci, yenə yay quraq. 2, qışın quraq keçdiyi. Və bir də mülayim isti iqlimə oxşayan bütün fəsillərdə deməli, bütün fəsillərdə bol yağıntılı, yəni eyni yağıntılı da, yəni demək olar, eyni yağıntılı, bərabər yağıntılı. Bu mülayim isti iqlimlə demək olar ki, tipləri bir-birinə oxşuyur. Orada da yayın quraq keçdiyi, qışın quraq keçdiyi və yağıntıların bərabər paylandığı. Burada üçüncüsünün adı biraz fərqlidir. Deməli, yadda saxlamaq üçün bunlardan istifadə etmək olar. Deməli, iki dənə fəslin, hansı iki fəslin, yay və qışın quraq keçməyi həm mülayim isti iqlimdə var tip olaraq, həm də soyuq iqlim tipində var. Bu, belə deyək, açar sözlər kimi, yəni daha yaxşı tez yadda saxlamaq üçün, həmçinin unutmamaq üçün əlverişli bir yoldur, mən belə deyərdim. Deməli, yayı quraq keçən soyuq iqlim. Birinci tipi başlayaq. Deməli, birinci tipi deyək, yayı quraq keçən soyuqdan. Deməli, yayı quraq keçən soyuq Azərbaycanda belə deyək də konkret olaraq bir yerdə yayılıb və alatala formasında digər bir yerdə. Deməli, birinci yeri onun Naxçıvan ərazisidir. Naxçıvan ərazisində belə deyək, qışı soyuq keçən tip var idi ya, mülayim isti, daha doğrusu yarım səhra. Ondan sonra gələn əraziləri əhatə edir. Sərt kontinental bir iqlim tipidir. Və bir də digər bir ərazidə burada kömürkə qız yurdu zirvələri var. Talışda. 6 rəqəmi məhz 2 yerdə rast gəlinir. Əsas hissəsi belə deyək Naxçıvandadır. Naxçıvanda. Bu iqlim qurşağında da ki, belə deyək, yağıntılar əsasən ilin soyuq dövründə düşür. Yay quraq keçirsə ilin soyuq dövründə düşür. Çünki yağıntı da burada çox azdır, onsuz da.
Deməli, ikinci tipə baxaq. İkinci tip isə qışın quraq keçdiyi tipdir. Qışın quraq keçdiyi tip, burada baxaq hansı ərazilərdəsə, deməli 7 rəqəmi ilə göstərilən ərazilər. 7 rəqəmi ilə göstərilən ərazilər. Qışın quraq keçdiyi. Böyük Qafqazın şimal-şərq yamacı bu ərazi 7 rəqəmi ilə. Sonra Kiçik Qafqazda daha çox ərazi var bundan. Deməli, Kiçik Qafqazda Qarabağ silsiləsi, bax bu ərazilər. Həmçinin mülayim isti iqlimdən sonra gələn digər ərazilər, bax 7 rəqəmli hansı əraziləri görürüksə, bu ərazilər, həmçinin vulkanik yayla da var bu hissədə, bura aiddir. Qış quraq keçirsə, yağıntılar əsasən yazda və yayın əvvəllərində və payızda düşür. Yəni ilin isti dövründə düşəcək. Bir də üçüncü tipimiz bütün fəsillərdə bol yağıntılı soyuq iqlimdir ki, yalnız və yalnız 8 rəqəmli göstərilir. Yalnız və yalnız Böyük Qafqazın cənub yamacında yerləşir. Gördüyümüz kimi dar bir zolaq formasında buradan keçir 8 rəqəmi. Axırıncı iqlim tipimiz isə deməli Azərbaycanda dağ tundra iqlimidir. Dağ tundra. Heç bir yarımtipə bölünmür və üstəgəldə 2700 metrdən yuxarı əraziləri əhatə edir. Yəni harda 2700 metrdən yuxarı yer varsa, bilin ki, dağ tundra iqlimi həmin ərazidə formalaşmışdır. Buna da təbii ki, harda dağ tundra var, 2700-dən yuxarı yerlər var. Böyük Qafqazda var, Naxçıvanda var, bir də daha doğrusu Kiçik Qafqazda var, bir də Naxçıvanda var. Talışda biz buna rast gələ bilmərik. Çünki ən hündür zirvələr Kömürgöl, Qızıyurdu 2493 metr və 33 metr. Bu 2700-ə çatmır. Böyük Qafqazda gördüyümüz kimi 9 rəqəmi ilə göstərilən ərazilər, Kiçik Qafqazda Murovdağ, həmçinin vulkanik yayladə olan ərazilər və bir də deməli gördüyümüz kimi burada Naxçıvanın Zəngəzur ərazisində iki ərazidə 9 rəqəmini görə bilərik. Bu Azərbaycanın əsas iqlim tipləri hesab edilir. Sonra keçək diaqramlara, ümumi məlumat verək. Deməli, burada bəzi şəhərlərin, belə deyək, ərazilərin konkret olaraq və testlərə düşə biləcək diaqramları götürmüşəm ki, istifadə eləyək. Deməli, Quba rayonu düşür yağıntıları bərabər paylanan mülayim isti iqlimə. Hər birinin öz rəqəmi var. Görürük ki, həqiqətən də yağıntılar bərabər paylanır və rəqəm 571-i yadda saxlayır. Deməli, Qubaya aid 571, orta illik yağıntısındakı, daha doğrusu temperaturu 9.6. Zaqatalaya aid olan konkret olaraq qışı quraq keçən mülayim isti iqlim. Qışı quraq keçirsə, yağıntılar gördüyümüz kimi yay aylarına düşür. Yaz və yay aylarına, belə payız aylarına da qismən düşür. Qış ayları isə quraq keçir. 1036-da Zaqatalaya aiddir. Deməli ki, üçüncü Lənkəranı yayı quraq keçən mülayim isti iqlim adlandırırlar. İqlimi tipi aiddir burada. Deməli, yay quraq keçirsə, yağıntılar gördüyümüz kimi qış aylarında düşəcək. Rəqəmi də 1402. Yağıntının miqdarı, belə deyək. Bakı ərazimiz isə demək olar, Bakı ərazisi düşür yarımsəhra quru çölə. Yarımsəhra quru çöldə ki, bildiyimiz kimi hansı tiplə qışı mülayim keçənə düşürdü. Burada hamısını görə bilərik, yəni. Bakı ərazisi düşür qışı mülayim keçənə, yarımsəhra quru çöllə. Lənkəran düşür yay quraq keçən mülayim isti iqlimə. Zaqatala düşür, deməli, qışı quraq keçən mülayim isti iqlimə. Bir hissəsi və bir də Lənkəran dedik, bir də Quba, yağıntılar bərabər paylanan mülayim isti iqlim 5 rəqəmi ilə göstərilən ərazi. Daha sonra Göygöl var. Göygöldə qışı quraq keçir. Qış quraq keçirsə yağıntılar yayda düşəcək. Gördüyümüz kimi yay aylarında düşür. Daha sonra nəyə görə bilərik buradan biz? Şərur Ordubad Naxçıvan. Şərur Ordubad bilirik ki, deməli, qışı soyuq keçən yarımsəhra quru çöldür. Qış soyuq, deməli, yay isə isti, quraq keçəcəkdir. Kontinental bir şərait vardır. Burada isə əlavə məlumat kimi
belə deyək, bir sıra tiplərin ardıcıl olaraq yayılmasına baxaq. Məsələn, Acınohurdan Baş Suaycı dağına qədər, Saracıya qədər olan iqlim qurşaqları. Birinci başlayacaq Acınohurun yanında yarımsəhra quru çöl iqlimi gördüyümüz kimi. Sonra qışı quraq keçən mülayim isti iqlim, daha sonra yağıntıları bərabər paylanan il boyu bol yağıntılı, soyuq və dağ tundra. Bunlara buradan baxıb görə bilərik. Yarımsəhra quru çöl. Buradan tutaq ki, bura bir rəqəm belə deyək, yol çəksək. Yağıntıları bərabər paylanan, daha doğrusu deməli qışı mülayim keçən yarımsəhra quru çöl. Burada başlayacaq A rəqəm burada, B rəqəm burada olsa əgər, qışı mülayim keçən yarımsəhra quru çöl. Daha sonra deməli qışı quraq keçən mülayim isti iqlim 3 rəqəmi. Daha sonra yağıntılar bərabər paylanan mülayim isti iqlim 8 rəqəmi. Yalnız və yalnız Böyük Qafqazın cənub yamacında olan deməli yayı, daha doğrusu deməli yalnız və yalnız Böyük Qafqazın cənub yamacında olan bütün fəsillərdə bol yağıntılı, soyuq 8. 9-cu iqlim deməli gördüyümüz kimi burada bütün dağ tundra iqlimi və onunla bitiririk. Daha sonra digər diaqrama baxaq. Böyük Qafqazın şimal-şərq yamacının iqlim tipləri. Deməli, yarımsəhra quru çöllə başlayır. Yağıntılar bərabər paylanan mülayim isti iqlim, qış quraq keçən soyuq iqlim. Deməli, gördüyümüz kimi buradan başlasaq, dağ tundraya qədər gəlsək, yarımsəhra quru çöl, yağıntılar bərabər paylanan, qışın quraq keçdiyi soyuq və dağ tundra. Daha sonra Kiçik Qafqazda Yevlaxdan Qamışdağa qədər. Deməli, hansılar əhatə eləyir? Baxaq. Yevlaxdan Qamışdağa qədər. Yevlaxdan Qamışdağa qədər çəksək, deməli, yarımsəhranın qışı quraq, qışı mülayim keçən yarımsəhra, yayı, deməli, qışı quraq keçən mülayim isti iqlim, daha sonra qışı quraq keçən soyuq iqlim 7 rəqəmi və dağ tundra görə bilərik. Sonda isə Naxçıvan qaldı burada bir. Deməli, Naxçıvan ərazisində Naxçıvan və bir də hansı qaldı? Bir dəqiqə. Üzr istəyirəm. Xəzər dənizinin sahilindən yüksək dağlığa doğru olan ərazi. Baxaq bura. Deməli, buradan ta deməli bura qədər 2 rəqəminə qədər. 4 rəqəmi ilə göstərilən yayı quraq keçən mülayim isti iqlimdir. 5 yağıntılar bərabər paylanan, yenidən yayı quraq keçən mülayim isti iqlim. 2 isə deməli qışı soyuq keçən, belə deyək, yarımsəhra quru çöl. Naxçıvanda olan iqlim tipi. A-dan B-yə geçsək, bunlar bir-birinə əvəz eləyəcəkdir. Bir də orada sonda diaqram var, Naxçıvan. Naxçıvanda buradan bura qədər isə yayı, deməli qışı soyuq keçən yarımsəhra quru çöl, yayı quraq keçən soyuq iqlim və dağ tundra iqlimi bir-birinə ardıcıl olaraq əvəz eləyəcəkdir. Dediyimiz, bax, bu iqlim qurşaqları. Dərsimiz bu qədər. Çox sağ olun.